Herkese salam, kanalıma xoş gəlmisiniz. Uzun müddətdir söz verdiyim o videonu nəhayət ki çəkirəm. Nəyə görə uzun müddət keçdi? Yəni sizə göstərim. Çünki sertifikatlarımın 3-ünü də tamamlamağı gözlədim ki, bu videonu sizin üçün daha ətraflı, daha dolğun şəkildə çəkə bilim. Burada sizin suallarınızı qeyd etmişəm. Burada isə danışacağım hissələri planlamışam ki, heç bir şey qaçırmadan hər şeyi sizə dəqiqliklə izah eləyə bilim. İndi isə gəlin videoya keçək. Bugün sizi beynəlxalq arenaya açan iki əsas sertifikatdan danışacağım. TKT, yəni Teaching Knowledge Test və TESOL-dan. İlk öncə onu deyim ki, bunlar sadəcə bir kağız parçası deyillər. Bu sertifikatlar və bu sertifikatlarda yazılan nəticələr sizin metodikanızı sübut edən, sizin metodika bacarıqlarınızı sübut edən əsas meyardır. Və bu sertifikatları almaq o deməkdir ki, sizin metodikanız beynəlxalq standartlara cavab verir. İlk öncə hamının ən çox verdiyi sual nədir? Sertifikatlar mənə nə üçün lazımdır? Nəyə görə bu sertifikatları almalıyam? Hansı üstünlükləri var? İlk öncə onu deyim ki, əgər siz yeni müəllimsinizsə, mütləq şəkildə özünüzü inkişaf elətdirməlisiniz. Yeni metodikalar öyrənməlisiniz və metodika öyrənməyin sizə nə kimi bir faydası var? Gəlin biraz bundan danışaq. İndi hal-hazırda, hazırki bazarda çox sayda ingilis dili müəllimləri görə bilərsiniz. Və bunlar arasında, yəni insanlar arasında fərqlənməyin yolunu tapmalısınız. Və bu sertifikatlara sahib olmaq da həmin o fərqləri yaratmaq üçün addımlardan biridir. Ona görə də daim yeni metodikalar araşdırmalı, daim öz üzərinizdə işləməlisiniz. İlk öncə TKT sertifikatından danışaq. Sizə bu sertifikat haqqında ətraflı bütün detalları çatdıracağam və bütün suallarınıza cavab tapacaqsınız. Teaching Knowledge Test sizin metodikanızı rəsmi standartlarla, beynəlxalq standartlarla ölçən bir sistemdir. Bu sertifikat bir neçə moduldan ibarətdir. Əsasən modul 1, 2 and 3 bu 3 moduldur, ən əsas olanlarımız. Daha sonra bunun CLIL və Young Learners olanları da var. Əgər məsələn siz sadəcə ibtidai siniflə işləyirsinizsə, bu zaman Young Learners-i tək başına ala bilərsiniz və yaxud da ki, başqa bir fənni ingilis dilində tədris etmək istəyirsinizsə, bu zaman TKT CLIL ala bilərsiniz. Lakin əgər siz hər yaşda şagirdlərə, hər yaşda tələbələrə dərs deyən bir ingilis dili müəllimisinizsə və yaxud da ki, planınız bu yöndədirsə, o zaman siz modul 1, 2, 3, üçünü də mütləq şəkildə tamamlamalısınız. Gəlin modullardan sual verək. Bir müəllim məsələn bu barədə sual vermişdi ki, modullar nə deməkdir, nə işə yarayır? Modul nə deməkdir? Bu deməkdir ki, sizin TKT ümumi prosesiniz 3 hissədən ibarət olacaq. 3 imtahan, belə deyək, Lori dildə deyək ki, siz 3 imtahan verməlisiniz. Təbii ki, birini verib dayanada bilərsiniz, ikisini verib dayanada bilərsiniz və yaxud da ki, mənim kimi üçünü də tamamlaya bilərsiniz. Əgər bütün prosesi tamlığını qorumaq istəyirsinizsə, məsləhətim üçünü də əldə etməyinizdir. TKT Modul 1, Language and Background to Language Learning and Teaching. Birinci modulda biz əsas nələri öyrənirik və imtahanda biz nədən imtahan olunuruq? Biraz bundan danışaq. Burada əsasən sizin dil bilikləriniz yoxlanır. Pronunciation, grammar, bunlar əsas və yaxud vocabulary bilikləriniz. Qismən burada şagirdin qiymətləndirilməsi, listening necə keçirilməlidir, reading necə keçirilməlidir, necə işlənməlidir tələbə üzərində. Bu haqda da məlumatlar var. Teaching reading, teaching writing, teaching listening, teaching speaking. Bunlar hamısı əhatə olunur. TKT Model 2. Lesson planning and the use of resources for language teaching. Mənim üçün ən maraqlı modullardan idi. Nəyə görə? Çünki mən daim dərs planlamanın içərisində idim. Daim teachers bookları araşdırırdım. Oradakı dərsin mərhələləri, planı necə qurmalıyam, girişi necə etməliyəm, dərsi necə bitirməliyəm. Bu haqda araşdırma edirdim. Eyni zamanda universitet vaxtı bizə təcrübə keçən, praktikamızda bizim metodistimiz olan müəllimə də buradan təşəkkürlərimi bildirirəm. Çünki bizi həqiqətən dərs planlama barədə çox diqqətli, spesifik hazırlaşdırmışdı. Dəqiq şəkildə bütün planı necə qurmaq lazımdır, bunun hamısını bizə çox yaxşı öyrətmişdi. Ona görə də mənim üçün çox maraqlı və
asan öyrənilən bir modul idi. Təbii ki, onun nəticəsi olaraq da ən yüksək nəticə bənd 4 qazanmışdım bu moduldan. Amma vaxt aparandımı? Bəli, çox vaxt aparır həqiqətən də. Məsələn, modul 1-in imtahanında mən sualların üzərindən təkrar keçməyə belə vaxt tapmışdım. Amma modul 2-də mənim bu şansım olmadı. Çünki həqiqətən çox düşündürən, çox vaxt tələb eləyən tapşırıqlar idi. Modul 3. Managing the teaching and learning process. Yəni, öyrənməni idarə etmək. Burada nələr daxildir? Sinif necə idarə olunmalıdır? Yəni, classroom management. Qiymətləndirmə necə aparılmalıdır? Şagird necə qiymətləndirilməlidir? Feedback necə verilməlidir? Və öyrənmə prosesi necə doğru şəkildə getməlidir? Yəni, nə zaman şagird öyrənir, nə zaman öyrənə bilmir? İndi isə keçək sizlərdən gələn suallara. Niyə önəmlidir danışdıq? Bir daha vurğulayım ki, bu sizin metodika biliklərinizi rəsmi standartlara uyğun olaraq ölçür. Yəni, bu da qarşıdakı insana, işə götürənə o mesajı ötürür ki, mən metodikada mütəxəssisəm, mən metodikanı bilirəm və eyni zamanda sizin üçün məsələn maaş artımı, daha çox iş imkanı və yaxud daha çox tələbə imkanı yarada bilər. Baxaq, necə hazırlaşmalıyıq biz TKT imtahanına? Müəllimlə yoxsa sərbəst hazırlaşmalımı? Hansı vəsaitlər istifadə olunmalı? Səviyyə necə olmalıdır? Və s. və s. Müəllimlə yaxud sərbəst hazırlaşmaq. İlk öncə bunun üçün siz özünüzü tanımalısınız. Məsələn, mənim üçün müəllimlə hazırlaşmaq daha məqsədə uyğun idi. Çünki mən bilirdim ki, kimsə məndən tələb eləməlidir bunu. Və mən çox araşdırdım ki, hansı vəsaitlərdən hazırlaşmaq olar, tək başına hazırlaşmaq olarmı? Bunu mən MİQ-də görmüşəm, MİQ-ə hazırlaşan vaxtı da. Burada da gördüm ki, tək başına hazırlaşmaq sizin çox daha vaxtınızı alır, nəinki müəllimlə hazırlaşmaq. Çünki müəllim sizə hazır material verir, hazır sistem verir, hazır sistem qurub sizin üçün artıq. Amma siz tək başına hazırlaşanda məcbursunuz o sistemi özünüz qurasınız. Məsələn, self-study paketləri var, okey, qəbul eləyirəm. Amma məsələn, self-study paketində sizə 100 dənə test qoyur qabağınıza. Amma bəlkə də o 100 dənədən sadəcə 10 dənəsi sizə lazımdır. Qalan 90 dənəyə ehtiyac yoxdur. Sadəcə self-study paketində maksimum dərəcədə çox sual verməlidir ki, hər cür müəllimə uyğunlaşa bilsin. Tutaq ki, elə müəllim var ki, onun 50 dənə suala ehtiyacı var, eləsi var ki, onun 10 dənə suala ehtiyacı var. Ancaq siz müəllimlə spesifik hazırlaşanda, müəllim sizə artıq uyğun olan sistemi verir. Bilir ki, sizə artıq 50 dənə yox, 10 dənə test lazımdır və sizə 10 dənə test göndərir. Və yaxud da ki, sizə 50 dənə test lazımdır, sizə 50 dənə test göndərir. Mən tərəfdarıyam müəllimlə hazırlaşmağın. Yenə də sizin əgər əlinizdə özünüzə güvəniniz kifayət qədər varsa ki, mən məsuliyyətli olacağam və hər gün mütləq bir saatımı ayırıb çalışacağam, o zaman təbii ki, sərbəst də hazırlaşa bilərsiniz. Səviyyə necə olmalıdır? Ümumiyyətlə, TKT hazırlıqlarına başlayarkən, yəni əgər müəllimlə də hazırlaşacaqsınızsa, buna diqqət edin ki, müəllim sizin səviyyənizi yoxlamalıdır ilk öncə. Ən az B1 olduğuna əmin olmalıdır. Siz əgər səviyyəniz ən az B1-dırsa, o zaman siz hazırlıqlara başlaya bilərsiniz. Çünki elə terminlər, elə ifadələr var ki, TKT-də siz onları anlamadan tapşırığı işləyə bilməzsiniz. TKT-də elə bir struktur yoxdur ki, sizə onu əzbərlətsinlər və siz gedib imtahanda uğur qazanasınız. Siz tapşırığın, cümlənin, metodikanın məğzini anlamalısınız. Məğzini tuta bilməlisiniz. Bunun üçün də təbii ki, ingilis dili bacarıqlarınız, dil bacarıqlarınız da yüksək olmalıdır. İlk vəsaitimiz TKT-nin öz kitabıdır, narıncı üzlü kitabdır. Oradan oxuyuruq, oradan araşdırırıq, lakin tək başına o kitab yetərli deyil. Keçdiyiniz, orada öyrəndiyiniz metodikanı mütləq YouTube-da araşdırın. YouTube-da həmin dərslərin keçirilməsi ilə bağlı, məsələn deyirəm, listening necə keçirilməlidir? Bu barədə ayrıca YouTube videoları da izləyin. Mütləq video izləməyin çox faydası var metodikaları anlamaqda. Biraz da imtahanlardan danışaq. İmtahanları rəsmi şəkildə Azərbaycanda keçirən AITEC və DİM-dir, Dövlət İmtahan Mərkəzi.
Hər ikisində imtahan verə bilərsiniz. Mən hər üçünü ITech İmtahan Mərkəzində vermişəm. Gənclikdə idi, mənə yaxın idi və düşünürəm kifayət qədər rahat, həqiqətən özüm belə imtahan rejimində yox, rahat bir yerdə test işləyirmiş kimi hiss elədim. Çox razı qaldım. Hər üç imtahanı da orada vermişəm. Nəticələrin gəlməyi, sertifikatların gəlməyi heç bir problem yaşamamışam. Tövsiyə edə bilərəm. DİM imtahan mərkəzi haqqında isə çox məlumat verə bilmərəm. Sadəcə onu deyim ki, imtahan vaxtları fərqli olur DİM-də və ITech-də. Siz özünüzə uyğun vaxta görə seçim edə bilərsiniz. Vaxtları isə hər birinin öz Instagram səhifələrində məlumat verilir, orada elan paylaşılır. İmtahan isə kağız formatındadır. Test vərəqi və kodlaşdırma vərəqindən ibarətdir. Yəni onlayn imtahanlar olmur, sadəcə offlayn şəkildə gedib imtahan verirsiniz. Gəlin indi TESOL-dan danışaq. TESOL nədir? Birinci bu haqqda danışaq. TESOL ana dili ingilis dili olmayan şəxslərə bu dili necə tədris etməli olduğumuzu beynəlxalq səviyyədə sertifikatlaşdıran bir proqramdır. Biraz TKT ilə eynidir. TKT-də hər şey tam nəzəridir, lakin TESOL-da həm nəzəri, həm də praktikanı özündə birləşdirən bir proqramdır. Burada dərs planı hazırlayırsınız, real dərs necə keçirilməlidir, onu hazırlayırsınız. Hardasa 120 saatlıq bir proqramdır. Müxtəlif kurslar var ki, TESOL sertifikatı verir. Məsələn, İTTİBAKU, buralara bir yerə yazacağam onların Instagram adreslərini, girib maraqlana bilərsiniz. Səhv eləmirəmsə, AMİM, Azərbaycan Müəllimlərinin İnkişaf Mərkəzi də TESOL sertifikatı verir, səhv etmirəmsə. Oradan da maraqlana bilərsiniz. Mən necə alıram? Gəlin bundan danışaq. Coursera üzərindən. Hal-hazırda da milli proqram səhv eləmirəmsə aktivdir. Milli proqramla qeydiyyatdan keçdikdən sonra ödənişsiz olur. Bundan əlavə biz necə ödənişsiz şəkildə ala bilərik TESOL kursunu Courseradan? Biraz bundan danışaq, çünki mən ödənişsiz şəkildə alıram. Coursera üzərindən TESOL-a girdikdə orada aşağıda Financial Aid hissəsi var. Siz o Financial Aid hissəsində öz motivasiya məktubunuzu yazaraq TESOL sizə nəyə görə lazımdır, nə üçün bu sertifikatı almaq istəyirsiniz, bu barədə kiçik bir məktub yazıb göndərərək onu ödənişsiz şəkildə əldə edə bilərsiniz. TESOL sertifikatı da 8 moduldan ibarətdir, yəni 8 kursdan ibarətdir, belə deyək. Mən hal-hazırda 3-cü kursundayam, 3-cüsünü bitirirəm. Hər 4 dənəni bitirdikdən sonra isə bir project, bir layihə, yəni göndərirsiniz, dərs planı və yaxud video dərs göndərirsiniz. Bu haqqda danışacağam növbəti dəqiqələrdə. Bunları göndərirsiniz və sonda da bir ümumi project verib kursu, 120 saatlıq kursu tamamlayırsınız. Neçə müddətdir? Dediyim kimi 8 kursdan ibarətdir və hər kurs özü də tərkibində 3-4 mərhələdən, bəzən 5-6 mərhələdən ibarət olur. Bu düzü sizin sürətinizdən asılıdır. Məsələn, bir həftəyə də siz bir kursu bitirə bilərsiniz. Həqiqətən, əgər TKT almısınızsa və birinci TKT ilə başlamısınızsa prosesə, o zaman lap rahat, dediyim kimi bir həftə ərzində bir kursu bitirə bilərsiniz. Və yaxud da ki, siz yavaş-yavaş gedirsinizsə, əgər vaxtınız azdırsa, həftədə bir dəfə məşğul olursunuzsa, o zaman bu aylara çəkə bilir. 6-8 ay arası vaxt keçirə bilir. Amma kurslarda daha qısa müddətədir. Təbii ki, kurslar hardasa 1000 üzəri ödənişlidir. Onlarda daha qısadır. 6-8 həftədənmi, yoxsa 12 həftədənsə ibarətdir. Tam dəqiq bilmirəm. Dediyim kimi, o barədə kursların özündən maraqlansanız daha yaxşı olar. Video dərslər haqqında məlumat verim. Bu barədə də soruşanlarımız çox oldu ki, orada video dərsləri necə olmalıdır? Sırf qarşımda real şagirdlərmi olmalıdır, yoxsa sadəcə özümü çəkə bilərəm? Düzdür, mən hələ o prosesə çatmamışam, ancaq araşdırmalarımdan və keçənlərdən aldığım məlumata əsasən qarşınızda şagird olmağına ehtiyac yoxdur. Çünki orada şagirdləri yox, sizi ölçürlər. Siz özünüzü də çəkərək bu video dərsi ora yükləyə bilərsiniz və bu da kifayət qədər qəbul olunandır. Sadəcə qarşınızda şagirdlər varmış kimi video çəkirsiniz. Sanki onlar orada oturublar və onlardan cavab alırmış kimi
yes, good job, very good deyə reaksiyalar bildirərək öz dərsinizi tamamlaya bilərsiniz və vizyonda o şəkildə sistemə yükləyə bilərsiniz. Aldığım sertifikatların əksəriyyətini Coursera üzərindən almışdım. Mənə çox kömək olan sertifikatlar olmuşdu. Sırf metodikanı anlamaq barədə, metodikamı inkişaf elətdirmək barədə oradan aldığım, yəni əşi Courseradır da deyə ötüb keçməyin, həqiqətən də kifayət qədər sizə bilik ötürən bir platformadır. İlk öncə hansını almalıyıq? Belə bir sual da gəlmişdi mənə. TKT-mi yoxsa TESOL-mu? Mənim təcrübəmə əsasən deyə bilərəm ki, ilk öncə TKT-ni almağınız daha məqsədə uyğundur. Çünki TKT sırf nəzəriyyə olduğu üçün ilk öncə hər şeyin sırf nəzəriyyəsini öyrənəcəksiniz. Daha sonra TESOL-da nəzəri plus praktika əsaslı şəkildə siz TESOL-u tamamlayacaqsınız. Ona görə də düşünürəm TKT daha öncə gəlməlidir. TKT və TESOL-dan da öncə siz özünüz birinci metodika barədə araşdırmalar eləməlisiniz. Öncə onlar haqqda sertifikatlar almalısınız. Məsələn, Foundation of Teaching, yəni müəllimliyin əsasları, daha sonra How to Teach Reading, bunlar, How to Teach Writing, bunlar, bu sertifikatları almışam mən məsələn öncədən. Task-based learning, bunu da Coursera üzərindən almışdım. Bunları öyrənərək, sanki hesab eləyin, fərqli bölmələri barədə məlumat alaraq, daha sonra TKT-də onları strukturlaşmış şəkildə öyrəndim və artıq müxtəlif bölmələri barədə məlumatım olduğu üçün TKT-də onları mən ilk dəfə görmürdüm. O işin içərisinə girmişdim ki, həm Courseradan öyrənmişdim, həm də MIG-ə hazırlaşarkən biz How to Teach Listening, How to Teach Reading, Writing bunları öyrəndiyimiz üçün mənə artıq TKT-də öyrəndiyim şeylər mənə çox da yeni deyildi. Yeni olan mövzular da var idi təbii ki, amma əksəriyyəti bildiyim mövzular idi. Buna görə də həm dərsləri daha rahat qavrayırdım, daha rahat öyrənirdim, həm də imtahanda mənim üçün elə də çətin bir şey olmadı. Buna görə məsləhət görürəm ki, ümumiyyətlə TKT və TESOL bu cür beynəlxalq sertifikatlara hazırlaşmadan öncə özünüz üçün bir baza qurun, bir baza biliyiniz olsun. Və son olaraq danışaq ki, həmin o bazanı qurmaq üçün biz haralardan təlimlər ala bilərik. Dediyim kimi, İTTİBAKU'nun səhifəsini mütləq izləyin. Orada müxtəlif təlimlər olur, ödənişli, ödənişsiz. Daha sonra Xarici Dil Müəllimləri Birliyi, onu da mütləq səhifəsini izləyin. Bütün bu dediyim səhifələri aşağıda təsvir bölməsində qeyd eləyəcəm. Mütləq girib baxarsınız. Daha sonra siz Coursera dediyim kimi tam möhtəşəm, tam güvənə bilərsiniz. Və British Council. British Council'ın da Teachers bölməsi, yəni müəllimlər üçün olan bölməsində siz müəllimlər üçün bir çox ödənişli, ödənişsiz təlimlər görə bilərsiniz. Biz məktəb müəllimi olduğumuz üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə British Council'in Future Teacher Development adlı təlimini keçmişdik. Orada da yenə çox möhtəşəm şeylər öyrənmişdik və bu da təbii ki, mənim o TKT, TESOL yolculuğuma qədər olan ki, bazamı doldurmaq üçün kifayət etmişdim. Təlimlər barədə danışım. Seçici olun. İlk başda hər təlimə girirdim. Yəni, nə yalan deyim. Ki, baxım, görüm, sistemi öyrənim, nədən danışılır bu təlimlərdə, nələr var. Ancaq artıq, məsələn, çox seçiciyəm. Həqiqətən o insan məndən biliklidirsə, bu sahəni məndən daha yaxşı bilirsə, o zaman onun təliminə mən ürək rahatlığı ilə qoşuluram. Belə dostlar, bugünlük bu qədər. Düşünürəm ki, TKT və TESOL barədə hər şeyi danışdım. Ümid edirəm heç bir sualınız qalmamışdır. Əgər yenə nəsə sualınız varsa, mütləq mənə burada şərhlərdə yazın və yaxud da ki, Instagram və TikTok hesablarımda mənə yazın ki, mən sizin suallarınızı orada da cavablayacağam. Və bir də onu deyim ki, əgər siz yeni bir müəllimsinizsə və hansı metodikalarla necə irəliləməli olduğunuzu bilmirsinizsə, bu sertifikatlardan hansı sizə uyğundur, hansını almalısınız, necə irəliləməlisiniz bilmirsinizsə, individual olaraq sizə özəl bir proqram istəyirsinizsə, o zaman mütləq mənim konsultasiyalarıma yazıla bilərsiniz.
Bu zaman sizə individual olaraq bir plan hazırlayırıq. Hansı metodikadan istifadə etməlisiniz və nəyi necə tədris eləməlisiniz, dərsin planı necə olmalıdır. Biz bu haqda sizlə danışırıq konsultasiyalarda. Ona görə də mütləq konsultasiyalara da yazılmağı unutmayın. Videonu bəyəndinizsə bəyənməyi və mütləq abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.